Hello qızlar, 1-2 gün bundan qabaq evlilik il dönümümüzü vlog kimi paylaşacağımı demişdim. Hal-hazırda onu səsləndirirəm. İlk kadrlar hazırlanma kadrlarıdır. İstədim sizlərlə kiçik də olsa hazırlanmamı paylaşım. Belə qəhvəyi tonlarda bir makyaj eləmişdim. Yəni lookumla məncə çox yaxşı yaraşdı. Əslində normal etdiyim makyaj bu tip olur. Və mənim ən sevdiyim parfümüm Chanel. Bunun qoxusuna bayılıram. Özəl günlərimdə istifadə edirəm. Həqiqətən möhtəşəm ətri var. Ümumi kombinim belə idi. Özüm çox bəyənmişdim. Siz də rəylərdən gördüyüm qədərilə çox bəyənmişdiniz. Getdiyimiz məkan isə Şəmkirdə təzə açılmış Aristokrat restoranı idi. Fuad menyuya baxırdı. Mən isə sizlər üçün dodağımda istifadə etdiyim qələmi və dodaq boyasını çəkirdim. Çünki həmişə dodağımda istifadə etdiklərimi soruşursunuz. Bu səfər də elə oldu. Evlilik il dönümümüzə görə nişan üzüyümü taxmışdım. Burada da onu görürsünüz şu an. Və burada isə eniştəniz özü mənə qulluq eləyirdi. Biz çoban salatı, Sezar salatı, badımcan salatı və şirəli dana sifariş eləmişdik. Ümumi təyyamlar dadlı idi, porsiyaları da kifayət qədər böyük idi. Belə ümumi bəyəndik, amma təzə açılmış məkana görə bəzi mənfi xüsusiyyətləri də var idi, çatışmazlıqları belə deyək. Yəqin ki, onları da zamanla düzəldərlər. Burada isə gördüyüm hər aynada özümü çəkirdim. Həqiqətən də çox bəyənmişdim lookumu. Sonra isə həmin restoranın terasında çay içdik. Terası çox qəşəng idi. Buradan sizin üçün mənzərəsini falan çəkdim. Aşağıda da belə yerlər var idi. Ardından yağış yağdı. Ona görə də məcbur içəri keçdik. İçəri keçəndə də Fuad Qurtlar Vadisinə baxdı. Çay içə-içə mən də canlı açmışdım. Canlıda biraz söhbətləşdik. Burada isə dırnaqlarımı göstərirəm. Saadət xanımın əl işidir, superdi. Sonra isə biz gedəndə çölə yağış yağırdı yenə. Maşına minənə kimi aynı yağmurun altında ıslandıq. Bu arada Alisanı soruşanlar üçün nənəsində idi. Bu isə Fuadın mənə evlilik il dönümü hədiyyəsi.